Paşinyan təsdiqlədi, delimitasiya belə aparılacaq. Kanala abunə olub video bəyənməyi unutmayın. Ermənistan və Azərbaycan arasındakı sərhədlər 1991-ci il Almatı bəyannaməsinə əsasən delimitasiya olunacaq. Axar az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, 2024-cü ildə hər iki ölkə Almatı bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası komissiyalarının birgə işi ilə bağlı qaydaları təsdiqləyib. Əgər delimitasiya prosesi zamanı tərəflər sərhəd xəttində dəyişikliklərlə bağlı qarşılıqlı məqbul həll yolları tapsalar, bütün bunlar ictimaiyyətə mümkün olan ən şəffaf şəkildə təqdim olunacaq. Baş nazir həmçinin delimitasiya prosesinin mərhələli şəkildə şimaldan cənuba, Ermənistan-Azərbaycan sərhədinin Gürcüstanla kəsişməsindən İranla sərhədə qədər davam edəcəyini təsdiqləyib. Ayrı-ayrı hissələr razılaşdırıldıqdan sonra müvafiq demarkasiya işləri aparılacaq. Şuşa əldən gedərsə, başıma güllə çaxaram deyən namərd. O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə nədir, onu bilmirdilər, hətta onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. Axar az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bildirib. Şuşa əldən gedərsə, başıma güllə çaxaram deyən o namərd, xain bugün də burada sülənir. Amma o vaxt dərdimiz onda idi ki, onun kimi adamlar Azərbaycanın əsas vəzifələrini zəbt etmişdilər. Heç bir biliyi, bacarığı, iş təcrübəsi olmayan, küçədən keçən insanlar birinci, ikinci, üçüncü, dördüncü şəxs təyin olunmuşdular. Ordumuz faktiki olaraq quldurların əlində idi, Prezident bildirib.